Salam. Səninlə Guru Markets. Şirkət haqqında qısa məlumatlarla başlayaq. Lazım gələrsə onu dayandıra bilərsiniz. Tədqiq olunan təşkilatın bütün göstəricilərini daha yaxından nəzərdən keçirməyi təklif edirik. İndi isə korporasiyanın əsas göstəricilərinə baxaq. Establishment Labs, ticker ESTA. Bu icmal 21 may 2025-ci il tarifinə olan məlumatlardan istifadə etməklə yaradılmışdır. Təsnifatına görə Guru Markets şirkət Establishment Labs Holdings Inc. alt kateqoriyaya aiddir. Specialized Medical Equipment müqayisədə 37 şirkət iştirak edir və bu kifayət qədər təmsilçidir. Videonun sonunda sifariş cədvəlinə baxın. Tədqiq olunan şirkət üçün ümumi nəticə 10 baldan -8,5. Alt kateqoriya üzrə orta bal 2,4 bal. Çox geniş perspektivdən baxsanız, ümumilikdə bütün ABŞ bazarı çərçivəsində. Bütövlükdə ABŞ fond bazarı üçün orta nəticənin 1,9 bal olduğunu görə bilərik. Şirkətin -8,5 bal reytinginə qarşı Establishment Labs Holdings Inc. Şirkətin səhmlərinin qiymət hərəkətinin müqayisəsi Establishment Labs və alt kateqoriyalı paylaşımlar. 12 ay sonra hissələri görəcəyik. Establishment Labs -35%lik dinamika göstərdi. 17,4% alt kateqoriyasında qiymət dinamikasına qarşı. Korporasiyanın bazar kapitallaşması Establishment Labs Holdings Inc. 1,9 milyard dollar dəyərində qiymətləndirilib. Alt kateqoriyanın kapitallaşması isə 64 milyard dollardır. Establishment Labs 1,705% paya malikdir və alt kateqoriyada daha kiçik şirkətlərdən biridir. Şirkətin balans dəyəri 0,4 milyard dollardır. 14 milyard dollar balans kapitallaşması ilə alt kateqoriya 14 milyard dollar dəyərindədir. Establishment Labs 0,262% təşkil edir. Bazar və balans kapitallaşma paylarını müqayisə edərək aşağıdakıları görürük. Paylaş Establishment Labs alt kateqoriyada birja dəyəri qiymətləndirilərkən %1,705. Balans dəyərinin kapitallaşması 0,262% təşkil edir. Bu, bazar dəyər payından 85% azdır. Şirkətin bazar payının və alt kateqoriyanın balans kapitallaşmasının qiymətləndirilməsi pis, -1 bal. Tədqiq olunan təşkilatın 0,22 milyard dollar borc öhdəlikləri var. Borcun balans dəyərinə nisbəti şirkətin öz kapitalının %550-ni təşkil edir. Şirkətin borc reytingi çox pis, -2 bal. Şirkətin bazar dəyərinin mənfəətinə nisbəti 0-dır. Alt kateqoriyada orta 0. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin bazar dəyərinin mənfəətə nisbətinin qiymətləndirilməsi çox pis, -2 bal. Son 12 ayda mənfəət -89 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək mənfəət məlum deyil. Və bu, şirkətin perspektivləri üçün mənfidir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə gözlənilən gələcək mənfəət göstəricilərinin qiymətləndirilməsi pis, -1 bal. Şirkətin qiymət-satış nisbəti 6,4-dür. Alt kateqoriya üzrə orta göstərici 3,7-dir ki, bu da alt kateqoriya üzrə orta göstəricidən 73% yüksəkdir. Alt kateqoriya göstəriciləri ilə müqayisədə şirkətin bazar qiymətinin gəlirə nisbətinin qiymətləndirilməsi TOLET -0,5 bal. Son 12 ayda gəlir 170 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlir məlum deyil. Bu, şirkətin perspektivləri üçün pisdir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə proqnozlaşdırılan gələcək satış göstəricilərinin qiymətləndirilməsi pis, -1 bal.
Marjinallıq mənfi 52,3% təşkil edir. Alt kateqoriyada orta hesabla mənfi 5%dir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 47,3% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə satış marjasının qiymətləndirilməsi keçərli mənfi 0,5 bal. Alt kateqoriyada personal sayı baxımından şirkətin payı 1,899% təşkil edir. Bu, bazar kapitallaşma payından 11% çoxdur. Şirkətin bir işçisinə düşən kapitalın məbləği $170.000 bərabərdir. Və alt kateqoriya üçün $192.000. Alt kateqoriya üzrə orta göstərici ilə təşkilatın göstəriciləri arasında fərq 10,2% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən kapitalın miqdarının qiymətləndirilməsi yaxşı 0,5 bal. Fərdi işçiyə düşən mənfəətin məbləği mənfi $87,500. Alt kateqoriyada orta göstərici mənfi $16,200. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 440% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə fərdi işçiyə düşən mənfəətin qiymətləndirilməsi TOLET mənfi 0,5 bal. Təşkilatın fərdi işçisinə düşən satış həcmi $167.000. Alt kateqoriya $326.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 95%dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin bir işçisinə düşən gəlir payının qiymətləndirilməsi keçərli mənfi 0,5 bal. Satışa çıxarılan səhmlər alt kateqoriya üzrə orta hesabla 6,4% ilə müqayisədə 18% təşkil edir. Bu, qısa bir sıxılma riskinin göstəricisidir. Göstərici rəası 14 şirkət üçün %64 səviyyəsini göstərir Establishment Labs Holdings Inc. Halbuki alt kateqoriyada bu səviyyə təxminən 63%dir. Şirkətin səhmlərinin hazırki qiyməti təxminən $37,67. Şirkətin səhmləri üçün konsensus qiyməti təxminən 53,01 təşkil edir. Faktiki təxminlə konsensus proqnozu arasındakı fərq təxminən 41%dir. Sifariş cədvəlinə baxaq, o mövcuddur, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəli müəyyən bir mövsümdə ehtiyatların qiymətləndirilməsi üçün məlumat və arayış sistemi tərəfindən qəbul edilmiş bütün qərarları ehtiva edir. Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Şirkətin qiymətli kağızlarının qiymətləndirilməsi nəticəsində Establishment Labs. Qiymətləndirmənin informasiya sistemi Markets aşağıdakı qərar qəbul edildi. $37,66 qısa ticarət açın. Sövdələşmə şirkətin kifayət qədər aşağı qiymətə malik olması səbəbindən açılıb. Şirkətin qiymətləndirilməsi qiymətləndirmə meyarları AKİM-in indeksi əsasında aparılmışdır. Mənfəət götürmək 29,54 səviyyəsində müəyyən edilmişdir. Stop loss 45,78 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra sifariş 20 iyun 2025-ci il tarixində ticarət sessiyasının sonunda avtomatik bağlanır. Və ya göstərilən tarixdən əvvəlki son ticarət günündə. Ticker, GMA-də əsas alış sifarişi olacaq. Əsas sifarişlə bağlı video artıq kanalda yayımlanıb. Sifarişlərdən hər hansı birini bağlayarkən, əsas və ya balanslaşdırma, əks sifariş son qiymətə bağlanır. Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hamınıza təşəkkür edirəm. Markets.